Salamlar hər kəsə, kanalıma xoş gəlmisiniz. Bugün qorxularla üzləşən, göy üzünə ilk dəfə qalxan cəsur ruhlara qanad olan qonaqlarımız var. Bu bölümdə paraqlaydinq incəlikləri və göy üzünə ilk dəfə qalxan birinin gözündən o anları dinləyəcəyik. Qeyd edim ki, paraqlaydinq sadəcə bir idman növü deyil, eyni zamanda dəyişim və dönüşümdür. İndi isə sizi göy üzünə çıxaracaq o insanlarla tanış edirəm. Araz müəllim və İman. Başlayaq. Bu bölümdə biz qonaqlarımıza paraqlaydinq haqqında məlumatlar verəcəyik, ümumi məlumatlar verəcəyik və eyni zamanda təlimçimizdən və yeni məzun olan məzunumuzdan, solo uçuş məzunundan da öz təəssüratlarını öyrənəcəyik. Belə ki, mən artıq Araz müəllimimizdən başlamaq istəyirəm. Hansı ki, Araz müəllim həm mənim, həm də İmanın təlimçisi olub solo uçuşlarda. Böyük bir əziyyəti və əməyi var. Mənim Yamaç paraşütü ilə uçuşa başlamağımın maraqlı bir tarixçəsi var. Yəni mən xidmət dövründə Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət edəndə hərbi hissəmiz xüsusi növ hərbi idi və orada paraşüt atlayışları həyata keçirirdilər. Mənim də həmişə marağımda olmuşdu ki, paraşütdən atlanmaq. Və bir gün qismət oldu, mən paraşütlə atlayış həyata keçirtdim. Desant paraşütü idi və bu atlayış cəmsi 2-3 dəqiqə vaxt çəkdi. 2-3 dəqiqə çəkdi, yəni mən narazı qaldım əlbəttə. 2-3 dəqiqəlik bir havada olmadan fikirləşdim ki, yox da, mən havaya daha çox bağlıyam, daha çox almaq istəyirəm da. Və bir müddətdən sonra Quebec-də bu Yamaç paraşütü üzrə kurs qarşıma çıxdı və kursa yazıldım. Getdim iştirak elədim. Sonra ilk həyata keçirəndə baxdım ki, bəli, bu Yamaç paraşütü, yəni paraplanla uçuş mənlik idi və ondan sonra uçuşlarımı həyata keçirdim. 2021-ci ildə artıq baxdım ki, mən həvəskar səviyyədə deyil də bu işlə peşəkar səviyyədə məşğul olmaq istəyirəm. Ona görə də başladım ölkə xaricində kurslara qatılmağa, kurslarda iştirak elədim və nəticə olaraq hal-hazırda beynəlxalq sertifikatlı təlimatçıyam bu Yamaç paraşütü üzrə. Və ölkəmizdə də bu idman növünün yayılmasına üçün əlimdən gələni hər bir şeyi edirəm. Və xoş olur yeni idmançıları bu idman növünə gələndə. Neçə ildir siz məşğul olursunuz bu idman növü ilə? Bəli, 2019-cu ildən məşğul oldum və 2020-ci ildən daha aktiv olaraq başladım peşəkar səviyyədə məşğul olmağa və cəmi 8 ildir Yamaç paraşütü ilə uçuşlar həyata keçirirəm, həm də bunun tədrisini verirəm, yəni kurslar keçiririk, yeni idmançılarla hazırlayırıq və təqribi 1500-dən artıq uçuşlarım olub, həyata keçirmişəm. Yəni bu arada həm solo uçuşlar həyata keçirirəm, tək uçuşlar həyata keçirirəm, həm də tandem olar, yəni 2 nəfər. Kimsə gəlib uçmaq istəyirsə, bir dəfə uçmaq istəyir, o uçuşlarda həyata keçirəm. Yəni toplamda 1500-dən artıq uçuşlarım var və burada bir-birinə maraqlı, daha gözəl uçuşlar edir. Və mən görürəm ki, ümumiyyətlə nə qədər ki, bunu bilsəz də dayanmırsınız, öz üzərinizdə işləyirsiniz, hansı ki, Türkiyəyə gedirsiniz və digər ölkələrə gedirsiniz, durmadan təlimlənirsiniz Bəli, ki, bəli, bəli. yeni bacarıqlar əldə eləyəsiniz. Bu da çox gözəl bir şeydir, durmadan inkişaf əslində. Dediniz ki, təlimlə məşğulsuz, yəni həm də yeni idmançılar yetişdirirsiniz. Bu günə qədər nə qədər pilot yetişdirmisiniz? Təxmini kursda iştirak edənlərin sayı olub 50-yə yaxın. 50-yə yaxın kursda iştirak edənlərin sayı olub. Amma təəssüf ki, bunların hər birisi davam elətdirməyiblər. Amma hal-hazırda təqribi bir 15 aktiv şəkildə bu idman növü ilə, yəni mənim tələbəm olaraq bu idman növü ilə məşğul olurlar. Deyiblər, öyrənməyi ilə bağlı, uçuşları ilə bağlı. İman, mən istəyərəm ki, ilk olaraq xoş gəlmisən bizim Salamlayıram. Təşəkkür kanalımıza. edirəm dəvətiniz üçün. Araz müəllim, sizə də salam. Mənə də sizin də maraqlıdır ki, uçmaq fikri
hardan yarandı sizdə? Necə oldu yarandı? Və ilk dəfə uçmağa başladınız və uçma qərarı verdiyiniz anda ətrafınızın da reaksiyası maraqlıdır. Sizin də o ilk hissləriniz maraqlıdır ki, necə oldu? Sual üçün təşəkkür edirəm Mirvar xanım. İlk uçuş tamamilə təsadüflə əlaqəlidir. Bir yaxın dostum mənə tandem uçuşu, yəni Araz müəllimlə paralel uçuş kuponu təqdim eləmişdi ad günü hədiyyəmə. 2023-cü ildə bu mənim ilk uçuşum ad günü hədiyyəm olub. Biz Araz müəllimlə bir 9 ay görüşə bilmədik. Hava ya məndə işlə bağlı alınmadı və ya uyğun hava şəraiti olmadı və 9 ay sonra ilk uçuşum oldu oktyabr ayında. 2023-cü ilin oktyabr ayında ilk uçuşum oldu. Tandem beş barmaqdan Araz müəllimlə uçduq. Hisslər qeyri-adi və tamamilə fərqli hisslər idi. Hansı ki, təkrar yaşamaq istəyirdim. Əslində hündürlük qorxum da vardı. İndi də var. Onu aşmaq üçün, ona qalib gəlmək üçün bunu mənə tövsiyə eləmişlər və hədiyyə almışlar bu məqsədlə. Araz müəllimlə uçandan sonra yaxlaşıq 12 dəqiqəlik bir uçuşumuz olmuşdu beş barmaqdan. Ondan sonra Araz müəllimdən biraz da məlumat aldım ətraflı və oradakı sinerjini gördüm. Orada komanda, insanlar necə hazırlaşır, orada bir kamp kimi yığılır, hamı bir ailə kimidir. İsti bir münasibət var idi və qıraqdan şərhlər, pozitiv şərhlər olur ki, buna ehtiyat elə, buna fikir ver, həyəcanlanma, qorxma və sair kimi belə kommentlər. Sonra Araz müəllimlə ikinci dəfə əlaqə saxladım. Artıq özüm Qubadan uçuş vardı. Qubanın Qırız Dəhnə kəndindən. Ora ən hündür uçuş yeridir Azərbaycanın və risk alıb Araz müəllimlə 1200 metr hündürlükdən tullanmağa risk aldım. Ondan sonra artıq belə qərar aldınız ki, solo uçuşlara. Ondan sonra əslində o hisslər yeniləndi və keçən il may ayında mən elan gördüm ki, Araz müəllim və onun klubun elanlarını gördüm ki, test olaraq, yəni hər kəs birinci dərsdə iştirak edə bilərdi. Ondan sonra qərar verməsi lazım idi ki, və o həyatımda biraz stresli dönəmlər idi, işlə və digər mövzularla bağlı. Araz müəllimlə əlaqələndim və həmən tarixdə görüşə getdim və çox marağımı çəkdi deyənə dedim bir növbəti dərsə də gəlim. Növbəti dərsə də gəlim adı ilə başladım. Odur budur artıq bir ildir yaxından iştirak eləyirəm. O ilkin tədrisi bitirmişəm. 27 solo uçuşum var. Böyük deyil, amma sayıram hər birini. Araz müəllimlə ikinci Beynəlxalq Pilotlar və İnstruktorlar Assosiasiyasının verdiyi sertifikasiyaya hazırlaşırıq. Araz müəllimin rəhbərliyi altında, yəni dünya qlobal bir assosiasiyadır və onların verdiyi standart və sertifikata görə biz dünyanın hər bir yerindən uça bilərik. Və bunu davam etdirməmiz lazımdır, peşəkarlaşmamız lazımdır ki, daha fərqli hisslər yaşayaq. Sözsüz ki, uğurlar arzu edirik yenə burada sizə. Əminəm ki, Araz müəllim bu yöndə özü də gedir və özü ilə eyni zamanda tələbələrini də aparır ki, daha peşəkar olsunlar. Bir burada məndə bir sual yarandı. Nə? İman dedi ki, hündürlük qorxum vardı. Hündürlük, indi Araz müəllim burada çox maraqlıdır mənə. Hündürlük qorxusu olan insanlar uçuşa necə hazır olurlar və necə olur ki, indi İmanın dediyi hissələr var. Bu çətin olmurmu sizə? Çünki belə bir şey deyim, bizim qrupda da hündürlük qorxusu olan bir nəfər vardı, bir tələbə vardı. Amma hündürlük qorxusu olmasına baxmayaraq solo uçuşa gəlmişdi, uçuş həyata keçirirdi. Mənə çox maraqlı gəldi ki, bu hündürlük qorxusu deməli ki, buna mane deyil. Bəli. Yəni hündürlük qorxusu ilə əlaqəli bizə çox müraciətlər olur əslində. Yəni bizim hündürlük qorxumuz var, biz uçmaq istəyirik, bu qorxunu yenmək istəyirik. Yəni təbii məsələdir, yəni qorxunun üzərinə gedib yenməlisən. Və həmçinin də bizə çoxlu müraciətlər olur. Biz də bunları həyata görmüşük, yəni dönəmimizdə. Yəni insanlar qorxusu, uçardan artıq çox qorxublar. O ilk hərəkətə başlayırsan, paraşüt olur və uçmağa başlayırsan, ayaq yerdən ayrılır. İlkin o həyəcan anı gəlir, ondan sonra artıq sakitləşmə gəlir
Bunu nə ilə əlaqələndirir? Hər hansı bir hündür yerdən baxanda, ayağımızın altında bir yer var. Ona baxanda baxırıq ki, ora boşdur. Yəni adamda bir hardasa bir ora düşmə hissi yaranır. Adam elə bir şey eləyir ki, adam o boşluğa düşəcək bu saatda. Amma uçanda başımızın üzərində paraşüt var deyə, o bizi saxlayır deyə, biz tam ona əminik ki, bu paraşüt bizi saxlayır. Ona görə də bizdə o qorxu hissi gedir. Tamamdır. Yəni özümüzdə pərdə olaraq, yəni solo uçmaq istəyəndə, uçduqdan sonra əmin olursan ki, paraşüt səni saxlayır. Yəni səni onda rahatlıq gəlir adamın içərisinə ki, hə, paraşüt məni saxlayır, mən burdan yıxılmayacağam. Ona görə və çox rahat bir oturacaqda oturursunuz, Harmet Serion, onda oturursunuz. Görürsünüz ki, yəni rahat bir adamda ona görə o qorxu artıq oradan belə deyim, gedir. Hündürlük qorxusu. Uçmaqda yaranan hündürlük qorxusu. Amma əslində yenə hündür bir yerə çıxsa, oradan aşağı baxsa yenə o qorxu gələcək ki, ona mən burdan düşərəm. Nəyə görə? Çünki üzərində paraşüt yox. Amma paraşüt olduqda o rahatlıq hissi bizə yaranır. Hündürlük qorxumuz ona görə gedir. Deməli, qanad orada bizim qorxumuza öhdəsindən gəlir, üstəsindən gəlir. Bəli, bəli, bəli. İman, bəs bayaq qeyd elədin, ətrafın necə reaksiya verdi buna? Ətrafın reaksiyası əsas valideynlər, ailə üzvləri, həyat yoldaşı, hər kəs fikrindən daşındırmağa çalışırdı. Əslində qeyd eləsəm həyat yoldaşım dəstəklədi. Çünki oradan qayıdanda hansı hisslərlə qayıtdığımı, yəni üzümdə olan fizioloji dəyişiklikləri hiss eləmişdi ki, yəni mən nə hisslərlə qayıtmışam evə. Yəni həmişəki yorğun iman gəlməyib, bir fərqli bir hisslərlə gələn, geri dönən adam var və yoldaşım dəstəklədi. Maksimum belə deyək, sığortalı, maksimum təhlükəsiz olduğu sürədə dəstəklədi. Amma təbii ki, valideynlər, anam, mən ailənin tək oğluyam. Orada biraz həssasiyyət vardı ki, sən ya etməməlisən, dayandırmalısan. Bizə görə, nə bilim, mən həyatını dəyişəndən sonra edərsən. Mən səni bunun üçün dünyaya gətirməmişəm. Bu tipli kommentlər oldu. Və yaxın dostlar, bilməm, yəni bizdə yeni trend yarandı. Fərqli yaşayan insanlara fərqli kommentlərdir. Yəni özləri dadmadıqları, belə deyək də, hissləri yaşayan insana yaxşı mənada qibtə eləyib neqativ komment vermə kimi bir yaxlaşımımız var deyərdim. Ki, özünə yaxşı bir iş tap, boşluqdur deyəsən həyatında, bilməm, yəni daha ciddi işlərlə məşğul ol, bilməm, falan filan. Bu kimi kommentlər olurdu. Təbii ki, inancılığımla fərqlənən İmam axıra kimi, sonuna kimi inadımın üzərində qalıb təlimə başladım. Bu arada bəzən mən yeni şeyləri çətin öyrənirəm. Və bu aşamada yeni bir trendə başlamışdım. Motosiklet sürməyə başladım ki, yeni bir bacarıq, bilik və bacarıq olsun. Bilməm, digər idman növləri olsun və paraşütü də ona görə dənədim ki, görüm bu da məndə alınacaqmı? Bunu digər şeylərdə sürətli olduğum kimi burada da sürətli olacağammı? Və yaxud pes edib vazgeçəcəmmi? Və hamısında olduğu kimi uçuşlarda da sonuna kimi davam elədik. Hələ bu yolun məncə ilk aşamasıdır. Əsas yol qabaqdadır, qarşıdadır. Araz müəllim kimi havada 1 saat yarım durmaq kimi bir məqsədim var. Bizim indi uçduğumuz solo maksimum 12-13 dəqiqə olur. Hava şəraitindən asılı olaraq, amma Araz müəllimin bir rekordu var. Ona yaxınlaşmaq istəyirəm inşallah. İndi uzun vadəli hədəfimiz odur inşallah. Təlim necə başlanır? Proses necə gedir təlimdə? Gəldi, təlimə qoşulmaq istədi, orada nələr başlayır? İman bayaq qeyd elədi, İmanın öz qoşulması da necə olur. Biz ilk növbədə kursa başlamamışdan əvvəl bu idman növü haqqında, yəni görüş təyin edirik və maraqlı olan şəxslər gəlir, ilk başlanğıcda ödənişsiz olur təbii ki, məlumatlandırma xarakterli olur.
İlk başda gəlirlər insanlar bu idman növündən maraqlananlar, gəlirlər. İlkin biz onlara məlumat veririk bu idman növü haqqında. Dərsə başladın sən. Bəli. İlk gündür, ilk dərsdir. Bu təəssüratlar mənə maraqlıdır. Çünki orada müəllimimiz də qeyd elədi. Sözsüz ki, teorik tərəflər olur, teorik, nəzəri bilgilər olur və ondan sonra sizin ilk dəfə qanadla tanışmağınız olur. Hansı ki, yer təlimi deyirik, qarışıq gedir onlar orada. Yer təlimi deyirik və bu təlimdə sizin belə deyim, qanadla görüşünüz deyim, ilk toxunuşunuz deyim, bu anları istəyərdim bölüşəsiz. Çünki artıq orada qanadın qaldırılması da, havaya qaldırılması da, onun hərəkət etdirilməsi də ilk dəfə biz yer təlimində bunu görürük. Bu anki təəssüratlarınızı danışmağınız maraqlı olardı. Təlimin nəzəri hissəsi ilk günlərdə, birinci tanışlıqdan sonra ilk nəzəri dərsimiz mənim üçün biraz qəliz, yorucu, çox informasiyalı oldu və əslində həm nəzəri dərsdən və həm də birinci o qanadla tanışlıqdan sonra yox mən bunu bacarmaram, bu çox çətindir, bu mənim daha çox vaxtımı, düşündüyümdən daha çox vaxtımı alacaq kimi içəridə suallar yarandı və daxili suallara elə onu piribaros eləyib, onlara qalib gəlib davamını etdim. İlkin mərhələdə qorxu vardı, alındırmama qorxusu, edə bilməməm qorxusu. Çünki çətin gəlirdi, qəliz gəlirdi. Dediyim kimi, mən özüm üçün onu təsbit eləmişdim ki, mən çətin öyrənirəm, biraz ağır öyrənirəm, amma öyrəndikdən sonra, o qavradıqdan sonra onu mükəmməl icra eləyirəm, belə deyək. Bir şeyi 3 dəfə, 5 dəfə, 10 dəfə, normalda biri 5 dəfədən yaxşı nəticə verə bilirsə, mən onu yəqin ki 7-8 dəfə etdikdən sonra ona gətirirəm, amma daha da detayına getmiş oluram. Əslində dediyim kimi, həm nəzəri təlimdə, həm praktiki təlimdə qanadla olan ilkin görüş, qaldırmalar mənə çox çətin gəldi. Amma yenə də dediyim kimi israr və inadla üzərində qalıb bunu edə biləcəyimə inandım və davamını gətirdim. Bizim 8-ci kursda bizim komandadan 10 nəfərdən mən bildiyim 2 nəfər məzun oldu, biri də mən oldum. Sonuna kimi əslində bu təlim prosesi biraz keşməkeşlik oldu. Çünki hər kəs işləyir, işdən sonra 8-dən təlim başlayır, 11-in yarısına kimi davam eləyir adətən həftədə 2 dəfə. İş günləri biz yer təlimləri və uçuşları eləyirdik. Uçuşları Pirişgüldə eləyirdik. Səhər 5-də durub ora gedirdik ki, 8-ə kimi, mənim işim 8-də başlayır. Həm uçuşu eləyib dönmək kimi o əzm göstəricisidir, o istək göstəricisi idi ki, hansı ki o sınaqdan məncə 5 ballıq şkaladan 3+-la və yaxud 4-lə keçə bildim. Araz müəllimdə və onun digər təlimçi müəllim yoldaşlarına təşəkkür edirəm bu arada istifadə eləyib şansdan. Onların kommenti, onların şərhləri, onların eğitimi yekununda biz mən və digər yoldaşlar açıq səmaya çıxa bilmişik. Yenə də dediyim kimi hələ böyük üfüqlər irəlidədir. Fərqli hisslər, amma qısa yəni bunu toparlayıb bir cümlədə desək, fərqli hiss yaşamaq istəyən hər bir şəxs yoxlamalıdır deyə düşünürəm. Yəni amma ona bir istəyi, bir də mübarizə hissi olmalıdır ki, bunu həm vaxt, həm pul, həm istək, həm daxili dirəniş deyə ifadə eləyərdim ki, bunu etmək üçün bunlar lazımdır. Bu xüsusiyyətlər və resurslar lazımdır. Avadanlıqlarla bağlı istəyirəm ki, bir məlumat verəsiz. Niyə görə? Mən məsələn düşünürdüm ki, bir idmançı bundan məşğul ola bilər. Çünki bu harness var, çox ağır görünür. Qanad var, çox ağır görünür. Qaçmalısan, onu hərəkət elətdirməlisən, çox ağır görünür. Düzdür, ilkin vəziyyətlərdə bilirəm, qollardan müəyyən qədər ağrılar, yaralanmalar ola bilir.
Amma yenə də Təşəkkürlər. avadanlıqlarla bağlı onların ağırlıqları necədir? Bununla bağlı hazırlıq lazımdırmı öncədən? Ancaq idmançılar mı bundan məşğul ola bilər? Və yaxud da kilo fərqi varmı? Yəni, hansısa kiloda olmağın, daha incəmi olmaq yaxşıdır, yoxsa biraz daha kök olmaq mı yaxşıdır? Bunların bir fərqi varmı? Bundan bağlı fikrini danışasız? Ha, təbii ki, burada, standart bir çəki limiti və ya hər hansı bir, yəni bu idman növü ilə məşğul olub bura gəlməlisən deyilən bir şey yoxdur. Eee, yəni elə insanlar var ki, çəkisi çoxdur, amma aktiv olaraq aktiv hərəkət edirlər, aktiv həyat tərzi seçirlər. Ona görə də yəni burada, xüsusi bir çəkidə olmalısan və ya nə bilim 100 metri 10 saniyə qaçmalısan belə bir şey yoxdur təbii ki. Fiziki olaraq bəli, fiziki tələb var burada, amma, çox azdır. Əsas bunun texniki tərəfi var. Yəni işi sən nə qədər texniki olaraq, götürə bilirsən. Yəni burda gücün sayəsində deyil də texnikanın sayəsində. Yəni o üsulla növün sayəsində sən daha yaxşı idarə eləyə bilərsən onu, avadanlığı. Yəni burda əsas məsələ paraşütün havaya qaldırılması ilkin mərhələdə və o mərhələ var. Yəni insanlara daha çox, çətin gələn tərəfi odur. Uçduqdan sonra artıq bir, elə bir çətinlik yoxdur. Enişdə də hər hansı bir problem görünmür. Ən əsas məsələ fiziki tərəfi dediyim kimi, o paraşütü yerdən qaldırıb uçuş vəziyyətinə gətirib uçmaq məsələsidir. Burada təbii ki, paraşütlərimiz də, biz qanad deyirik ona bu arada. Bizim qanadımızdır. Həqiqətən də paraşüt deyil, o qanaddır bizimki. Yəni qanadlarımızın da təbii ki, çəki limitləri var. Deyək ki, yəni 100 kilo olan bir şəxslə 60 kilo olan bir şəxsdə eyni paraşüt növləri olmur. Orada fərqli-fərqli çəkilər olur. Yəni o çəkilərə görə də paraşütlər olur. Həmçinin olsun oturacaq sistemi olsun, Harness deyirik ona, o olsun, ehtiyat paraşütü olsun. Bunlar çəkiyə, boya görə dəyişir. Bunlar dəyişir. Yəni dediyim kimi, nəticə olaraq, həddən artıq aktiv biri olmağa da gərək yoxdur. Xırda aktivlik olsa bəs eləyər bu idman növündə. Texnikasında biz ona əlavə olaraq öyrədirik, iş tamamdır. Ondan sonra rahat şəkildə uça bilirlər. Amma maksimum belə deyək də, bu öyrəşmək, həmin qanada hər nəsə öyrəşmək bir neçə müddətdən sonra artıq, o texnik gedir, daha rahat olmağa başlayır. Bəli, bəli, ilk başda, təbii ki, yəni hər bir, işdə olduğu kimi bu idman növündə də, yəni ilk başda çətinlik gəlir. İdman da qeyd elədi. Paraşütü qaldırmaq falan, adam özündə fikirləşir ki, mən bunu eləyə bilmərəm. Amma biz onları, bizdən soruşurlar təbii ki, biz özümüz də görürük bu prosedurlar necə gedir. Onlara, texnikaları başa salmaqla, hansı ipi harda qaldıracaqsan, hansı ipi harda buraxacaqsan, harda, dönəcəksən, harda hərəkət eləyəcəksən, bunları başa salaq. Mərhələ təbii ki, inkişaf eləyirlər. Ondan sonra bu, tək kursda bu bitmir də. Bundan sonra, İman qeyd elədi, buna daxildən bir qərarlılıq lazımdır ki, mən bu işi tamamlaşdıracağam. Əsas problemlərimizdən də biri, səhər saat 5-də məsəl üçün yay aylarında əsasən olur. Səhər saat 5-də 6-da durub uçuşa gedirik. Ona hər adam yəni tezdən o saatda durmaq istəmir. Çox problemlər də ondan qaynaqlanırdı əslində. İnsanlar deyirdi, o tezdir, o tezdən dura bilərik, gedə bilmərik. Amma yəni istək olandan sonra, məsəl üçün özü, istək olandan sonra neynirdik? O tezdən durub insanlar gəlirdi uçuşa və inkişaf etdikdə davam edirdilər. Əsas istəkdir. Daxildən o istəyin həddən artıq çox olmasıdır. Əsas odur. İstək olandan sonra hər bir şeyə vaxt ayırmaq olur. Ayağın yerdən kəsilir. İvan, nə hiss elədin? Birinci uçuşumu deyiriksə, nəzərdə tuturuqsa, xatırlamıram. Bu, döyüş növündə ringə girmək kimidir. Girirsən və həyəcan da o qədər həyəcan var ki, həyəcan o anı yaşamağa icazə vermir. Mən əslində ilk, uçuşumun videosundan izləyəndən sonra gördüm ki, nələri yaşamışam, necə yaşamışam bu prosesi. 3 dəqiqəlik bir uçuş idi ilk uçuşum. İyul ayının 13-ü olub keçən il. Növbəti artıq həmin gün, 4 uçuşumuz oldu. 3-cü, 4-cü uçuşlarda artıq
hisslər, yəni, hissləri anlamağa başladım. Həyəcanı qoydu qırağa. Artıq, Araz müəllimin qeyd elədiyi kimi, hə, qanad məni saxlayır, mən təhlükəsiz yerdəyəm, hər şey mənim əlimdədir, rasiya var və müəllimlər, həm yuxarıda, qalxışda, həm də enişdə müəllimlər kontrolda saxlayır. Yəni nəyi nə cür etməliyəm, oradan şərhlər olur və ona görə, dönüşlərdir, bilməm hərəkətlərdir, enmək, gəlməkdir. Bunları etmək bir kontrollu şəkildə getdiyindən bir, daxildə bir etibar hissi yaranır. Ondan sonra artıq, naslаждаться, enjoy olur, həzz almağa başlayırsan artıq. Və 3-cü, 4-cü uçuşumda həmən gündə, dünyanın ən xoşbəxt insanı kimi, həmən anda dünyanın ən xoşbəxt insanı kimi özünü hiss eləyirdim və oradan həmən günlər işə gəldiyim, oradan həmən gəlib duş alıb işə gəldiyim, və bu ətrafa belə deyək, pozitiv emosiya, sıçradırdım. İnsanlar deyir ki, "Nə baş verib sənin həyatında? Nə olub? Sən səhər-səhər saat 8-də bu nə enerjidir?" Hamı bəziləri yuxulu, bəziləri gecikən, bilməm trafikdə ilişən, gecikən bu şeylərin içində, o rutin problemlərin içində sənə həyatında nə yeni bir, şey baş verib sualı yaranırdı. Bəziləri, bunu direkt deyirdi, bəziləri gözlərində bir sual vardı. Artıq onu bir, şeydən, bir zamandan sonra artıq, biz də canlı bu işin Araz müəllimgilin qoyduğu, belə deyək, əkdiyi ağacların barı verdikcə biz onların, canlı reklamı oluruq artıq ki, yəni mənim həyatımda dəyişikliyi hiss eləyir. Yəni bunu məni, bir mən yox, bir ailəm yox, mən 1000 nəfərlik bir şirkətdə işləyirəm və bunu 1000 nəfər görür ki, İman, 3 il əvvəlki, aaa, daha çox aqressiv görünən, daha çox aqressiv görünən insanın həyatında nələrsə baş verib. Hə, mən onunla paralel həm çəki atmışam, bilməm digər idman növləri ilə məşğul olmuşam. Bu həyatımıza pozitiv qatqı qatır. Düzü ilk, uçuş anında olan hisslər mən elə bilirdim sadəcə məndədir, heç bir şey hiss eləməmək. Demək Qarışıq ki, hisslər olur. Smeshli чувство orada hiss eləmirsən ki, uçdum, düşdüm, oldumu, olmadı mı, doğru mu oldu, yanlış mı oldu? Amma zaman-zaman hiss eləməyə başlayırsan. Ən son uçuşumda hiss elədim ki, doğrudan da mən, uçuram. Hər dəfə Uçuram. hər dəfə hər dəfə yeni bir hiss olur. Yeni, açıdan, yeni bir baxışdan, pəncərədən baxmış oluruq uçuşa. İnşallah o səviyyəyə çıxmaq bizə də qismət olar. Araz İnşallah. müəllim, bəs Olar. bu Sabah, sualın sabah üstündə gəlir. sizin ilk uçuş anınız da maraqlıdır. Yəni o hiss, siz də mi hiss etmədiniz nəsə, yoxsa Hiss etmədim. Sözünüz 2017-də olub, yəni tam olaraq o yadımda qalmayıb. Amma o anın ilk uçuşumun, videosu var. Mənim sosial şəbəkədə var, səhifəmdə var orada. Ona baxanda hiss eləyirəm. Eee, o vaxtı, evet, avadanlıq baxımından belə, əskiklərimiz vardı, rabitə falan. Bu o şəkildə tərzdə idarə olunmurdu. Daha rahatlaşdırmışıq, belə deyim, idarə etməni, amma o vaxtı biraz öyle bir şey yox idi. Emm, enişə eniş qalx anı o qədər yadımda qalmayıb sözünüzdə. Eniş anım yadımdadır ki, bir də baxdım ki, toz-torpaq qalxdı. Bir də baxdım ki, toz-torpaq qalxdı. Ondan sonra qalxdım ki, təlimatla da yuxarı. Qışqırdım ki, narahat olma, hər şey yaxşıdır, hər şey yaxşıdır. O adım o yadımda qalıb. Düzgün qeyd eləyirsiz. Ya, İman da bayaq qeyd elədi ki, ilk anda uçanda adamda o həyəcandan heç bir şey hiss eləmir. Mən də, məsələn, şeydən, təyyarədən, pilotdan tullandı, dəstə paraşütündə də ilkin olaraq onu hiss eləmirsən sən. Amma bir müddətdən sonra artıq o həyəcan, belə deyim də azalır, artıq öyrəşməyə, bərk eləməyə başlayırsan. Onda deyirsən ki, hə, sən uçursan həqiqətən. Bir müddətdən sonra, yəni ilk uçuşlarda o sən həyəcan həddən artıq çox olur deyə, ona görə onu hiss eləyə bilmirsən sən. O həzzi ala bilmirsən. O bir müddətdən sonra artıq baxırsan. Məndə də təbii ki, hə, eyni şey. yaxşı, bəs, ilk dəfə bir tələbə bilirsiniz ki, ilk dəfə uçuş eləyəcək. Məsələn, İmanın ilk uçuşunda və yaxud da bizim hər hansı birimizin ilk uçuşunda biraz həyəcanlı olur tələbə. Bu anda siz nə hiss eləyirsiz? Onunla necə, belə deyim ki, davranırsınız? Nələrə diqqət eləyirsiniz? Hə,
Bizim, demək, FFI dediyimiz, yəni Yamaç Paraşütçüləri və Təlimatçıların Assosiasiyasında, burda biz kurs keçdik. Təlimat kursu keçdikdə burda, xüsusi yanaşma var. Onları qeyd eləyiblər. İlkin tələbələrdə, hansı hisslər yaşanır və biz də bu təbii ki, bunu təcrübəmizdə görmüşük. Yəni 1-ci, 2-ci deyil, artıq yəni 10 kurs keçmişəm. Yəni 10-cu kurs hal-hazırda davam eləyir deyək ki. Yəni artıq və orada bizə göstərilir. Məsəl üçün uçuş anında tələbədə, hansı səhvləri eləyə bilər və biz bunu əvvəldən öz planlarımızda, müxtəlif planlarımız olur. Yəni uçuşla əlaqədar, praktiki uçuşla əlaqədar planımız var. Bu planda qeyd eləyirik. Bu gün hansı, tapşırığı yerinə yetirəcəyik və bu tapşırıqda da hansı risklər yarana bilər, hansı təhlükələr yarana bilər, bunu əvvəldən hamısını qeyd eləyirik və təlimatçılara da xüsusi qeydlər olur ki, bunu izləyirik bizə, burada qeyddə var ki, əgər, əyləci qəflətən çəkərsə, hansı komandanı verməlisən, hansı tapşırıq verməlisən və təbii ki, bundan əlavə biz həm də, təlibənin özü ilə uçmamışdan əvvəl tapşırıq nədir onu deyirik, bu eləyəcək onu deyirik. Çaşqınlıq vəziyyətində neyləyəcək? Bunların hamısı qeyd olunur. Rabitə sırğalandıqda nə olacaq, neyləyəcək? Bunların hamısı qeyd olunur və dediyim kimi, biz iş anda, təbii ki, o iş anında da onu biz görürük. Əgər tələbələr, stressli və stressi həddən artıq çoxdursa, biz onlarla söhbət edirik. Onlara deyirik, duyuruq, paraşütü qaldır, endir. Bu şəkildə ilkin o stressi atma, yəni stressi azaltma, həyəcanı atma bir mərhələsi var. Onu söhbət eləyilə təbii ki, neyləyəcək? O stressi, həyəcanı aşağı salırıq. Ondan sonra hazır olduqdan sonra geri qaldır. Ondan sonra artıq buraxır. Bir də əslində, Bərqin ilə də deyirlər, rasiyalar söhbəti var orada. Bizdə biraz da orada əminlik yaranır ki, ən azından burdadırlar, səsimizi eşidirlər yuxarıda olsaq da. Nəsə lazım olsalar bizə deyəcəklər. Çox maraqlı bir şey var sizdə ki, uçuşa qalxışda sürü təlimçidir və ortada eniş təlimçisinin ötürmə var orada. Yəni bu da yaxşı məncə sinxron olunmuş bir şeydir ki, yaxşı Bəli, bəli, bəli. yəni orada artıq tələbə əmin olur ki, hə, mən sağlam bir şəkildə qalxış edib və sağlam bir şəkildə eniş edə biləcəm. Bu Bəli, əslində bəli. metoddur bu. İman, bayaqları qeyd elədin sən ki, ilk uçuşdan sonra ümumiyyətlə get-gedə uçuşlara həyata keçirilirsən və uçuşlardan zövq almağa başlayırsan artıq. Onun fərqindəsən, uçuşun fərqindəsən. Nə olduğunu artıq başa düşürsən. O düzgün hisslər, nə hisslər lazımdırsa onu artıq yaşamağa başlayırsan. Və uçuşdan sonra sənin həyatında müəyyən dəyişikliklər olur. Belə deyək də, bu sahə insana, bunu bir neçə nəfərdən də eşitmişəm ki, bir dönüşüm yaşayır həyatında. Bəli, tamamilə Nələr bu. baş verir? Nələr baş Onları verir? bizə, hələ ki məndə olmayıb, o maraqlıdır. Əslində beyin cərrahları və beyni araşdıran elm adamları deyir ki, biz həyatımızın 95%-ni öyrəşdiyimiz sabit həyatı yaşayırıq. Yəni vərdişlər üzərində yaşayırıq. Misal biz səhər dururuq və avtomatik onu düşünmədən gedib dişimizi yuyuruq və sağ əlimizi istifadə edirik. Yəni beyin onun üçün ekstra efor xərcləmir. Efor xərcləmədikcə də biz sürətli keçir, vaxtımız sürətli keçir. Biz yaşadığımızın fərqində olmuruq. Yalnız fərqli yaşadığımız, fərqli hisslər yaşadığımız vaxtları xatırlayırıq. Desək ki, misal üçün bir həftə öncə naharda nə yemişik və yaxud işə nə cür gəlmişik, işdən necə dönmüşük sualını versək hər birimizə, %95, %99 bunu xatırlamır. Amma biz xaricdə olanda, başqa turist kimi digər ölkələrə gedəndə, fərqli hisslər yaşayanda, fərqli bilməm ailə görüşləri, bilməm kiminsə toyu, yəni dediyim kimi fərqlilik olduğu halda biz bunu hiss etmiş oluruq, yaşamış oluruq. Bu aktivitədir, bu idman növü də bizi fərqli yaşamağa sürəkləyir və biz onun hər anını xatırlayırıq. Həyatımıza da təbii ki, pozitiv qatqısı var.
Pozitiv qatqısı da odur ki, enerji saçırıq da, yəni. Yenidən özümüzü kəşf etmiş oluruq. Yəni mənim 7 yaşlı qızım 3 həftədir israrla deyir ki, mən uçmalıyam, mən uçuram, mən istəyirəm. Araz müəllimlə tanışdı. Araz müəllimlə artıq icazə də alıb. Biz və planımız var ki, bəlkə bu həftə sonu artıq həm qızımı, həm oğlumu birlikdə, yəni uçursun. Yəni pozitiv tərəfi, qatqısı, həyatımıza qatqısı fərqli yaşamamızdır. Fərqli yaşadıqca varıq. Beynimizdə o neyronların bir-biri ilə əlaqəsini sürətləndirir. Bundan əlavə deyərdim, qərar vermə qabiliyyətini artırır, sürətləndirir və gücləndirir. Çünki biz təbii ki, bu candır, bu təhlükədir. Biz 600-700 metr yerdən hündürlükdə uçuruq və qarşımıza çıxan maneələr var, elektrik xətləri var. Təbii ki, bizdə o şərait yoxdur. Əslində sizə bir daha təşəkkür eləyirik ki, təşviq prosesinə dəstək olursunuz. İndi izləyicilər izləyəcək. Yəni Azərbaycanda bu idman növünün, ümumiyyətlə ekstremal idman növlərinin inkişafına dəstək olursunuz və burada dövlət xəttinin, dövlət dəstəyinin ehtiyacı var ki, yəni bir şərait yaradılsın. Misal biz bundan öncə qeyd elədiyim kimi, əslində Araz müəllim belə şeyləri daha çox deyə bilər, amma yenə də mən də istifadə eləyib fürsətdən istifadə edib bunları qeyd eləmək istəyirəm. Yəni maddi resursları olan şəxs bu işin dalınca gedə biləcək. Çünki Azərbaycanda o şərait yoxdur. Misal üçün Türkiyəyə, Fethiyyəyə getmək lazımdır ki, təlim alasan, 3-cü dərəcəli IPPA 3-ü ala bilərdin buna kimi. Araz müəllim yəni o hocalıq sertifikatını almasaydı, instruktorluq sertifikatını almasaydı, ölkədə bunu heç kim təlim edə bilməzdi. Və bu o deməkdir ki, burada maraqlı olan insanlar mütləq şəkildə xaricdə, Rusiyada və yaxud bizə yaxın ölkələrdən və ya Rusiya ya da Türkiyədə təlim almalıdır. Bu da təbii ki, müəyyən bir büdcə tələb eləyir. Müəyyən büdcədə bizim ölkədə olan aylıq əmək haqqı, ortalama əmək haqqının 5-6 qatıdır. Avadanlıqlar xaric deyirik. Demək istədiyim məsələ Azərbaycanda bu ekstremal idman növlərinə dəstək üçün, bunun penetrasiyasını artırmaq üçün, istifadəçiləri artırmaq üçün və bunun yolu ilə həm də turistləri cəlb eləmək üçün bir fürsətdir və burada dövlət xəttinin federasiya yaradılması üçün heç olmasa federasiya yaradılması və orada sertifikatlaşmış pilotlar və instruktorlar qeyd olunması bizə çox böyük dəstək olar. Həyatımıza belə dəstəkdir ki, biz daha belə də bilik və bacarıqlarımızı sürətləndiririk. Bu bizim həyatımızın hər bir anında bizə kömək eləyir. Qərar vermək dediyim, mən misal üçün digər idman növlərində də elə, o növbəti öyrənəcəyimiz, növbəti yaşayacağımız yeni bir idman növü və yaxud yeni sahədə mütləq şəkildə öz əksini tapdırır. Nədəsə bizi fərqli edir. Yəni sıradan bir insanla Araz müəllimin çox fərqi var. Çünki burada biz misal IPPA 3-ü almaq üçün Araz müəllim 3 dərs verib, nəzəri təlimlərdən danışır. Nəzəri təlimdə meteorologiya, yəni biz havaya baxanda, buluda baxan, səmaya baxanda hansı buludun bizə nə dediyini bilirik, onu şərh eləyirik və oradan qərarlar çıxarmalıyıq. Mən 13 il öncə hərbi xidmətdə olanda da belə şeyləri xüsusi təyinatlıda olanda orada kəşfiyyatda bizə öyrənirdilər. Kəşfiyyatın aparma üsulları, bilməm ərazidə özünü istiqamət tapmaq. Misal üçün biz heç nəyə baxmadan, yəni heç bir resurs əldə etmədən bilirdik ki, şimal hardadır, cənub hardadır, biz suyu necə əldə edə bilərik, içməli suyu necə əldə edə bilərik, nə ilə qidalana bilərik. Eynən indi bu sahədə də baxırıq, havadan məlumatlıq, küləyin istiqaməti, küləyin həcmi, isti külək toplumu gəlir, yoxsa soyuq gəlir, nələr gözləyir, 2 gün sonra hava nə cür olacaq. Düzdür, bunun hocası Araz müəllimdir, biz də bu yoldayıq, öyrənirik. Təbii ki, bu da bizi digər sıradan rutin həyat yaşayan insanlardan biraz fərqli edir, bizi daha güclü edir və yeni hisslər yaşamağa təşviq edir. Əslində bizdə uçuşdan sonra dopamin və endorfin partlayışı olur.
Bu partlayış, o partlayışdan sonra zaten xoşbəxt insanı və bədbəxt insanı belə deyək də, bədbəxt insanı üzdən görmək olur da belə deyək. Eee, biz elə bir xoşbəxtlik yaymağa kömək eləyirik. Özümüz, onu yaşayaraq başqalarına da stimul oluruq. Bu nə fərqli həyat yaşayır ki, insanlarda sual olur ki, bu nə fərqli, hisslər yaşayır ki, belə xoşbəxtdir, belə məmnundur, belə gülərüzdür. Digər yoldaşlarda indi bilmirəm, 27, 30, 50, yəni yenidir deyənə məndə o hisslər var. Sizdə o 1500 uçuşda da o hissi yaşaya bilirsiniz. Yəni sizin üçün bu adiləşməyib. Çünki mən bunun o nevrologiya tərəfindən baxıram. Orda deyilən kimi, bir A nöqtəsindən B nöqtəsinə biz maşınla necə avtomatik gediriksə, siz də avtomatik uçmursunuz ki, o yəni anlamağa çalışıram ki, 1500 uçuşdan sonra yenə bu rutin kimi gəlir sizə, yoxsa hər dəfə yeni hiss olur və o doğrudan da endorfin və, endorfin və dopamin partlayışı olur? Demək, yəni 1500-dən sonra da rutin deyil. Yenə fərqli bir şeydir, fərqli işdir, Hər dəfə yaşayırıq. Hər hər dəfə. dəfə fərqli. Solo uçuşda, tək uçuşda əslində bu hisslər daha fərqli hiss alırıq da bu növdən. Amma tandem uçanda fikrimiz çox vaxt müştərinin yanında qalır. Yəni sərnişinin yanında. Orada dopamin başqa şeydən gəlir də. Ola bilər, ola bilər. Ola bilər, o səs var, amma sərnişinin yanında qalır tandem uçanda. Onun bir Təhlükə. əslində bir gərginliyi olur. Düzdür, həmişə planlayırıq, fikrimiz şeydə olur, hara gedirik, neyləyəcəyik, sərnişin özü necə hiss eləyir, ürəyi bulanır, bulanmırmı? Başa düşürsüz? Yəni hər dəfə sual-cavab bu şəkildə, yəni həm kamera tuturuq, kamera çəkirik. Yəni bunlar kompleks bir işdir. Yəni həddən artıq çox işləyir orada qeydə. Həddən artıq çox işləyir. Sonda elə deyil, amma pandemiya sonda elə. Amma o ki gəlib yeri ayağımızı qoyduq, ondan sonra sərnişinin ondakı o xoşbəxtlik hissi artıq bizə də sirayət edir. Ondan sonra yenə başlayırıq biz daha xoşbəxt olmaq. Amma uçuş vaxtı tandem uçanda deyil. Solo uçanda amma tam başqa olur. Solo uçanda isə tam rahat oluruq. Yeni elementlər işləyirik həmişə. Yəni bir elementi bəlkə bir nə bilim 50 dəfə, 10 dəfə, 100 dəfə işləyirik ki, o elementi oturtdurmaq üçün. Ona görə də hər dəfə istədikcə o yeni bir məşq prosesi gedir bizdə. Ona görə də biz hər dəfə dediyim kimi yeni uçanda yeni bir yaşayırıq orada. Bəli. Yəni burdan belə çıxartdıq ki, əslində həqiqətən bu həqiqətdir ki, uçuşlardan sonra artıq solo uçuşları həyata keçirəndən sonra o xoşbəxtliyi yaşayandan sonra insanda ümid xoşbəxt olmaq hissləri daha da artmağa başlayır. Bunu əsas odur ki, ətrafa yayıb və hər kəsi edə bilir. Həm dünya görüşündə çox fərqlilik yaranır, həm vizyonda fərqlilik yaranır. Düşüncəsində fərqlilik yaranır. Yəni yanaşmalarında fərqlilik yaranır deyə düşünürəm. Və belə deyək ki, yaşamağı başa düşür. Həyatı başa düşür. Yaşamağa başlayır. Başlayır. Həyata toxun deyə, öz həyatına toxun deyə bir sloqan var. Öz əslində həyatımıza toxunmuş oluruq və əsl anı yaşamağa başlayırıq. O 3 dəqiqə nə qədər 24 saatda bir günün içində və yaxud 365 gündə 3 dəqiqə yarım nə qədər bizə önəmlidir ki, yəni vaxt olaraq. Amma o 3 dəqiqə bizə elə bir pozitiv hisslər verir ki, bizi şarj edir belə deyək. Növbəti 3 həftəlik, 5 həftəlik bir şarjımız olur ki, o enerji üzərində gedirik. Sonra bir də uçuruq və yaxud nə bilim at çapırıq və yaxud atıcılıqla məşğul oluruq. Onu yenə də özümüzü bununla belə deyək də şarja qoymuş oluruq. O anda həm də özümüzlə qalırıq. Bəli. Özümüzə vaxt ayırırıq. Hətta mən o ilk uçuş deyim, o an belə bir şey oldu ki, dedim ya indi ya da heç vaxt. Və o an hər şeyi geridə qoydum. Sadəcə özüm olaraq uçdum. Bəli. Yəni insan hər şeyi bir kənarda qoyur, sadəcə özü olur. Başqa da sadəcə özünü düşünür. Yəni məncə insanın
özündə olmaq, özünü düşünməyi çox önəmli bir şeydir və bu biraz da insanın özünü özünə qazandırır, bu yöndə deyə düşünürəm. Tamamilə doğrudur. Biz də elə düşünürük. Və idmançıların istərdim ki, Azərbaycanda, yəni bu yamaç paraşütü üzrə məşğul olan idmançıları ölkədən kənarda keçirilən idmançılarımız ölkədən kənarda keçirilən beynəlxalq tədbirlərdə, yarışlarda iştirak eləsinlər. Bunun da deyək ki, bizə bir dövlət dəstəyi lazımdır. Federasiyamız olmadığı üçün belə deyim, bu problemlərlə biraz çox qarşılaşırıq. Həmçinin bu tədbirlərin, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün bizə dövlət qurumlarından dəstəyi lazımdır. Və xüsusilə İdman Nazirliyinin dəstəyi lazımdır. İdman Nazirliyinə bu haqda da bir müraciətimiz olacaq təbii ki. Onunla görüşmək Təşkilatla görüşmək üçün bir istəyəcəyik, onlarla görüşüb, bizim istəyimizi onlara təbii ki, çatdıracağıq. Çatdırmışıq da, amma bu səfər biraz daha bir fərqli formada çatdıracağıq və onlardan xahişimiz olacaq ki, xüsusilə də bu idman növünün ölkədə tanınması dövlət səviyyəsində və xaricdə keçirilən tədbirlərdə iştirakı, idmançılarımızın iştirakı ilə bağlı olacaq. Və təbii ki, bu tədbirlərin ölkəmizdə keçirilməsi ilə bağlı bir xahişimiz olacaq dövlət qurumlarına. Olması, yəni çox ölkələrdə bu yoxdur. Amma bizim ölkəmizdə bunun üçün çox gözəl bir şərait var. Biz deyərdim, uçuş yerlərimizdə müxtəlif rayonlarımızda həyata keçiririk. Bura Qubadır, Qusardır, Siyəzən rayonudur, Astara rayonudur, sonra Qobustan rayonudur, Şamaxıdadır. Bu yerlərdə, sairə yerlərdə, Zaqatalada olsun, yəni uçuşlar həyata keçiririk. Amma bunun, yəni ölkəmizin o resursunun mənbəyinin deyərdim ki, heç bəlkə də 5% deyil. Çox gözəl uçuş yerlərimiz var ölkədə. Sadəcə gedib bunları kəşf edib və uçmaq lazım. Və həmçinin bizim azad olmuş torpaqlarımızda bu uçuşları ilk dəfə ölkədən həyata keçirilir və layihələrimiz var. Sağlıq olsun, yaxın zamanda da digər rayonlarımızda da bunları həyata keçirəcəyik. Mən fürsətdən istifadə edib Mirvarid xanım sizə təşəkkür eləmək istəyirəm. Mövzunu qaldırdığınız üçün daha böyük kütləyə yaymaq və bu idman növünün ölkədə yayılmasına belə deyək bir qatqınız olmasıyla təşviq etmənizlə bağlı və eyni vaxtda Araz müəllimə və bizim kursun digər təlimçilərinə təşəkkür edirəm. Yusif müəllim və Cavid müəllimə. Hər biri sağ olsun, bütün uçuşlarımız boyu bizim yanımızda detaylı məlumat verməklə, ürək-dirək verməklə və öyrətməklə yanımızda oldular. Hər birinə təşəkkür edirəm. Eyni zamanda mən də elə Cavid müəllimə, Yusuf müəllimə, Araz müəllimə təşəkkürlərimi bildirirəm. Yaxşı ki, varsınız. Sağ ol. Mirvarid, çox sağ ol. Mirvarid, çox sağ ol bu video üçün, bu danışıqlar üçün, bu məzmun üçün. Ölkəmizdə həqiqətən də lazımdır bu ekstrem idman növləri və xüsusilə deyək ki, bizim indi məşğul olduğumuz yamaç paraşütü həmçinin. Yəni bunu yaymaq, digər insanlarımıza çatdırmaq və bildirmək istəyirik ki, bu idman növü təhlükəsizdir, gəlin məşğul olun. Çox sağ olun, yenə vaxtınızı ayırdınız mənə, bu gözəl söhbəti həyata keçirdik. Əminəm ki, bu söhbətimiz bir çox insanların dəyişiminə təsir göstərəcək, addım atmağına təsir göstərəcək. Arzusunda olan insanlar var ki, onlar artıq qorxmadan buna addım ata biləcək. Hər kəs uça bilər. Həqiqətən bu sadəcə arzu olaraq qalmaya bilər. Sadəcə istəmək, motivasiyalı olmaq və addım atmaq lazımdır, yoxlamaq lazımdır. Çox sağ olun yenə, minnətdaram, təşəkkür edirəm.